Hər kəsə salamlar. Bugün ingilis dilindən biz 3-cü dərsimizə başlayırıq. Bu 3-cü dərsimizdə biz nə öyrənəcəyik? Sual, inkar və təsdiqi. Nə deməkdir bu? Mən məsələn çay içirəm. Mən danışıram. Düzdürmü? Və yaxud da ki, do you speak English? Sən danışırsan. Və yaxud da ki, I don't speak English. Mən danışmıram ingiliscə. Düzdürmü? Bunu biz asan bir şəkildə öyrənəcəyik. Bir məsələ nəzərinə çatdırmaq istəyirəm, qısa bir haşiyə çıxaraq. Mən qarşıma bəzi ingilis dili dərsləri, ingilis dili kursları falan çıxır qarşıma. Mən onların dərslərini, onların videolarını görürəm. Onlar ingilis dilini kökündən belə yanlış öyrənirlər. Çünki ingilis dilini bir insan doğru dürüst şəkildə öyrənməli və öyrətməlidir. İnsanlar biz burada baxın dərslərimiz, öncəki dərslərimizə baxsanız görərsiniz ki, biz ingilis dili sənə baza öyrədirik. Yəni uşaq ikən emeyləməyi öyrədirik. Mən sənə yeriməyi öyrətsəm, addımlamağı öyrətsəm, sən tərəf yıxılacaqsan sırazu yerə. Ona görə də biz speak-nə qrammatikanı sintez edirik. Biz demirik ya, qrammatika öyrətmirik. Xeyr, sadəcə bunları ikisi eyni anda olanda sən gözəl öyrənərsən. Uşaq vaxtı biz Azərbaycanca danışırdıq, qrammatikanı bilmirdik ki, sonradan bildik. Sən isə feil bilmirsən, amma qrammatikanı bilirsən. Yəni olmaz. Əsas danışmaqdır. Danışmağa üstünlük vermək lazımdır. Biz dərsləri Oxford üslubunda hazırlayırıq və tələbə də rahat bir şəkildə bunu başa düşə bilir və anlaya bilir. Sıfırdan belə heç bir bazası olmayan da mənim ilk dərsimə baxan zaman danışa bilər. Bunu tam əminliklə söyləyirəm. Ona görə də kanalımıza abunə olaq, dəstək ola bu yolda. Birimizi təkan verək və bilməyən insanlar da ingilis dili öyrənməyinə vasitə olaq. Ona görə də dərsimizə başlayaq. Dediyimiz kimi burada sual, inkar və təsdiqi öyrənəcəyik. Burada mən feilləri hazırlamışam. Günlük istifadə olunan feillərdir. Bunları öyrənmək üçün bir metodika deyirəm sizə. Speak danışmaq deyil, qarşısına yazsan danışmaq. Bir vərəq tutursan qarşısına, bir kitab qoyursan Azərbaycanca yazılanları və ingiliscə əzbərləyirsən. Sonra özünü yoxlayırsan. Speak danışmaqdır. Gör düzdürmü, səhvdirmi? Və bu şəkildə rahat bir şəkildə öyrənə bilərsən. Demək, speak danışmaq, learn öyrənmək, understand başa düşmək, lose itirmək, kaybolmaq, live itirmək, agree razı olmaq, pay ödəmək, accept qəbul etmək, spend xərcləmək, sleep yatmaq, go getmək, come gəlmək, eat yemək, drink içmək, see görmək, principle söz vermək, advance məsləhət vermək, insert israr etmək, help kömək etmək, fight başlamaq, listen dinləmək, open açmaq, find tapmaq, trust bu güvənmək, shut bağlamaq, give vermək, take götürmək, buy almaq. Demək burada sözlər, qısa cümlələr qurmuşam. Bu dərslərə baxaraq, dərsləri rahat bir şəkildə. Mən bunları hardasa bir 6-7 dəqiqə dərsi sıxışdırmağı, yəni dərsi bitirməyə planlaşdırıram. Çünki uzun olduğu zaman yorucu olmasın tələbəyə də və asan bir şəkildə nə demək istədiyimi başa düşsün. I speak, mən danışıram. I learn, mən öyrənirəm. I understand, mən sənə başa düşürəm. Burada do I speak, məsələn, do you speak English? Sən danışa bilirsən bayaq dediyim kimi. Sual verən zaman isə do I-ın önünə keçir. Düzdürmü? Keçdim məsələn, do you speak English? Do you learn? Sən öyrənirsən. Bunları mən hamısını bunları bir-bir oxumuram. Siz bunları feilləri yerinə qoyaraq əzbərləyə bilərsiniz. Bunu ev tapşırığı olaraq verirəm və kommentariyalarda da bunu yaza bilərsiniz. İnkar edən zaman I keçir önə. I don't speak English. Mən ingiliscə danışmam bilmirəm. Və yaxud da ki I don't understand. Mən səni başa düşmürəm. Düzdürmü? Və don't I keçdi önə və cümləmizi qurduq. Və sual verə bilərsiniz ki, mən də bir zamanlar öyrənən zaman sual verirdim. Bəs burada biz öncəki dərslərə baxdığınız zaman görərsiniz ki, orada am var idi. I am speak niyə demirəm mən? Çünki diqqətlə yadda saxlayın. Bunun bəzi mənim cümlə qurduğumu, cümlə qurma öyrətdiyim kimi bəzi mənə heç biri bunu öyrətmir. Diqqətlə qulaq asın. Am niyə qoyulmur? Am əgər bir sözdə orada hərəkət varsa, am istifadə olunmur. Hərəkət yoxdursa, am istifadə olunacaq. Məsələn, I speak, burada hərəkət var. I learn, burada hərəkət var, am istifadə olunmur. Və yaxud da ki, I am a woman, I am a man.
burada hərəkət olmadığı üçün am istifadə olunur. Hərəkət yoxdur. I am a woman. Mən qadınam. Hərəkət yoxdur. I speak amma danışırsan axı sən burada. Ona görə hərəkət olduğu zaman am qoyulmur. Hərəkət olan zaman am istifadə olunmur. Hərəkət olmayan zaman isə am qoyulur. Keçək növbətinə. He speaks. Bax, s artırdım. Bu nə deməkdir? Bu s nə deməkdir? Bu s he, she, itlərdə it bunlarda s artırılır. He speaks. O danışır. Və yaxud da she speaks. He learns. S artırılır. Düzdürmü? Və sual verən zaman qaydalar dəyişməz qalır. Does əlavə olunur önünə. Does he speak? S artırılmadı. Dediyim kimi, üçüncü şəxslərdə S artırır. He-də, she-də, it-də. Və salam. Bunu yadda saxlayın. Əmi yadda saxladın mı? Okey. S-i yadda saxladın mı? Ancaq üçündə. He, she-də, it-də S artırılır. Və salam. Does sual verən zaman, does he speak? Sən danışırsan. Does he learn? Sən öyrənirsən. Mən hamısını oxumuram. Siz bunları davam etdirərsiniz. İnkar edən zaman isə he does not speak. Does not istifadə olunur. Və he keçir önə. He does not speak. He doesn't learn. Və bunları əlavə edərək öyrənirsiniz. I can speak. I can nə demək? Can nə demək? Can bacarmaq, bilmək deməkdir. I can speak. Mən danışıram. Mən danışmağı bacarıram. Düzdürmü? I can learn. Mən öyrən. I can understand. Mən səni başa düşürəm. Sual verən zaman bunlarda does'da olduğu kimi, do'da olduğu kimi önə keçir. Can I speak? Can you speak English? Sən İngiliscə danışırsan. Və inkar zaman isə I keçir. I cannot speak. Mən danışa bilmirəm, bacarmıram. Və bu aydın məsələdir. Okey, buraya kimi. Rahat bunları videonu saxlayaraq dinləyə bilərsiniz. Təkrar baxa bilərsiniz. Mən dərsi qısa eləmək istəyirəm ki, hər kəs yorucu olmadan dinləyə bilsin. Gələcək zamanı quran zaman isə present olsun, past olsun, future olsun, gələcək zamanı quran zaman isə I will speak. Mən danışacağam. I will learn. Mən öyrənəcəm. Sual verən zaman isə qaydalar dəyişməz olaraq qalır. Will I speak? Mən danışacağam. Will you speak? Sən danışacaqsan. Bax, S-lər yoxdur ya, qarışdırmayın bunları. Sonra inkar zamanı isə I keçir önə. Burada do'da olduğu kimi, does'da olduğu kimi, will'da olduğu kimi. I will not speak. İnkar etsəm, mən danışa bilməyəcəm. Düzdürmü? Okey, güzel. Bunlar olduğu kimi, məsələn dediyim için əmi dedim, S-i dedim, harda istifadə olunur və can nədir, will də dedim. Bu sual verən zaman isə önə keçir, inkar edən zaman isə yəni şəxsdən qabağa keçir, subyektdən qabağa keçir. Demək, dərslərin davamı üçün takip atın, dərslərin davamı üçün abunə olmağı, paylaşmağı unutmayın. Daha çox insan həyatı dəyişər bilər və bizə bu yolda dəstək olun. Dəstərə qoşulmaq üçün isə əyani fərli şəkildə qrup halında altda nömrə qeyd olunacaq, WhatsApp-a yaza bilərsiniz. Hər kəsə uğurlar, hər kəsə bu yolda hər hansı bir dili öyrənməkdə uğurlar arzulayıram. Ümid edirəm ki, bu dərslərin faydası var. Davamı gəlmək üçün isə bizə dəstək olmanızı unutmayın. Ümid edirəm hər şeyi burada izah edə bildim. Və sən rahat bu dərsdən sonra rahat bir şəkildə ingiliscə danışa biləcəksən. Və bir şeyi nəzərinə çatdırmaq istəyirəm ki, biz dərsləri ancaq və ancaq danışığa üstünlük veririk. Sən bizimlə ilk dərsdən belə danışacaqsan. Hər kəsə yeni ilə uğurlar və bizi dəstək olmağı və bizə bu yolda addımlamağı hər kəsdən rica edirik və dəstək olmanızı, takip atmanızı unutmayın. Hər kəsə uğurlar.